ay bu çöpçüdür, çöp çıxar. Tam cəfəng bir şeydir. Bir uşağı eyni gündə 5 dənə çöpçü yapardıq. Və o çöpçülər hamısı nəsə çıxartdı. Xalq təbabəti yeni bitkilərdir, nədir? Onların hamısının əlbəttə ki, xeyri var. Yəni də bütün həkimlər öz praktikasında istifadə edir. Amma gəlir, ay bu çöpçüdür, çöp çıxar. Tam cəfəng bir şeydir. Yəni burada qala bilməz nəsə bir şey. Bilirsiniz nətərdir? 5 yaşa qədər uşaqlarda burnu istifadə edən əzələlər zəif inkişaf eləyikdir. Və ona görə fikir versəniz, 5 yaşa qədər uşaqların burnu axır, buradan axırlar və heç çəkmək də fınxıra bilmirlər, çəkə bilmirlər. Çünki o əzələlər 5 yaşdan sonra kifayət qədər yaxşı inkişaf eləyir. Və bu da burnun arxasında iltihablaşmaya gətirir çıxar. İltihab olanda, tutaq ki, burun boğaz həkimine gedəndə xüsusi cihaz var, o ilə üfürür, oranı təmizləyir, furasillə təmizləyir. Bir də var ki, çöpçü üfürür, həmin çiş düzdür, çıxır. Hansısa fokus eləyir, oradan hansısa zoğal içərdə əzab da çıxa bilər, nə? Və qızdırması düşür uşağın xəstə. Amma ondan üfürür, sonra onu üfürür, sonra onu üfürür, sonra onu üfürür. Nəticədə virusu uşaqdan uşağa daşıyır, mikrobu uşaqdan uşağa daşıyır. Bir dəfə mən yoxlamaq üçün universitet təzə bitirmişdim. Bir xəstə götürdük, bir uşağı. Eyni gündə 5 dənə çöpçü yapardıq. Və o çöpçülər hamısı nəsə çıxartdı. Bu çöpçüdən çıxartdıq, sonra getdik o birisi çöpçüyə. O da nəsə çıxartdı. O demədi ki, bundan qabaqçı çıxardıbdı. O birisi də çıxartdı. Düzdür, mən fikir verdim, əlinə baxım görüm, o onu hardan tapır, onu tapa bilmədim, o illüziyanı tapa bilmədim, amma 5-i də nəsə çıxartdı uşaqlar.